Almanyaya gəlməmişdən öncə dostlarıma çoxlu sözlər verirdim ki, çoxlu videolar çəkəcəm və həmin o videoları vloger kimi düzəldəcəm. Amma vloger deyiləm. Skripkam üçün çox darıxıram. Əslində limonların ayaqqabı içində yerləşmə səbəbləri daha çox yer tutmamaq istəməklərindən irəli gəlirdi. Evdə aldığım çanta ilə biraz məşq etdikdən sonra Lana Del Rey mahnısı ilə təbii ki, artıq mən uçuşa başlamışam. İlk dəfədir ki, artıq mən uçuram. Hamburq eniş zamanı yalanan təzyiq fərqi nəticəsində qulağım ağrımağı normal idi. Ancaq mən bunu çoxlu təşəkkür qarşılayaraq hostes giyimə qatdım. Və budur, artıq Hamburqa eniş edərkən görəsən evin yolu hardadır deyə düşünən mən və ola biləcək ən günəşli havası ilə və gözəl nərgiz çiçəkləri ilə məni qarşılayan Hamburq və gözəl dostlarım. Bura isə əslində qatar stansiyasıdır, ancaq muzeydən heç bir fərqi yoxmuş kimi hiss etdirir və insan aza bilər. Bura gəlməzdən öncə videosuna daha çox baxdığım həmin o Fehmarn adasına giriş edən ada və Fehmarn adasından qısa bir görüntülər. Halbuki mən Fehmarn adasını sabah qaçacağam və mənim artıq velosipedim var. Velosipedim bugün sürpriz etdilər mənə, çox sağ olsunlar otel tərəfindən. Və budur suyunun şəffaflığı və səssizliyi ilə gözəl Baltik dənizi. Almanlar dənizin qırağındakı daşları daha çox incəlirlər, bilmirəm nə axtarırlar. Bura isə mənim apartmanımdır və ilk dəfə gəlmişəm, hələ ki yerləşməmişəm. Gələn kimi tez o kiçik mətbəximi, ayaq yolunu, çöldəki mənzərəni hamısını bir-bir çəkib bütün dostlara, tanışlara göstərdim və hamını bir də cavabını verdim və bu isə mənim narsistlik göstəricimdir ki, Gəncədən gətirdiyim çaşqam və Gəncədən gətirdiyim çəkələti, rezin çəkələtimi gedirəm dənizə yenidən. Bu arada Gəncədə gəlməmişdən qabaq mən də elə qohumlarla bu tərz bir söhbət etmişdim. Və bugün iş yerindən velosipedim verildi. Artıq sabah gəzintiyə çıxıram.